Salam dəyərli Ateşgah komandası, hər birinizi xoş gördük. Bugün bilirsiniz, bizim üçün çox vacib bir mövzuya toxunacaq. Bəlkə də sahədə ən çox rastlaşdığımız, amma bəzən də müştəriyə izah etməkdə çətinlik çəkdiyimiz bir məhsuldan danışacaq. Üçüncü şəxslər qarşısında məsuliyyət sığortası. Gəlin birlikdə bu məhsulun bütün dərinliklərini inək ki, təlimin sonunda hər birimiz onu müştərilərimiz üçün əsl bir maliyyə qalxanına çevirə bilək. Başlamazdan əvvəl sizə bir sualım var. Gəlin bir anlıq düşünək. Hər bir biznesin fərqi yoxdur, balaca bir kafe olsun ya da böyük bir istehsalat sexi. Hər gün üzləşdiyi, amma çox vaxt heç fərqində belə olmadığı o görünməz təhlükə nədir? Məhz bu onların öz fəaliyyətləri nəticəsində kənar bir insana, yəni üçüncü şəxsə vura biləcəkləri zərər riskidir. Bax, bizim işimiz də məhz bu riski görüb, onu idarə etmək və müştərilərimizə o arxayınlığı təklif etməkdir. Yaxşı, bugünkü yol xəritəmiz necə olacaq? Çox sadə və aydındır. İlk öncə təməl anlayışlardan başlayacağıq. Üçüncü şəxs kimdir, məsuliyyət nədir? Bunları aydınlaşdıracağıq. Sonra bizim sığorta polisimiz konkret olaraq nələri əhatə edir və daha da vacibi nələri əhatə etmir, yəni istisnalarımız nələrdir? Onlara baxacağıq. Bütün bu nəzəriyyəni daha yaxşı başa düşmək üçün real bir hadisəni, bir кейsi analiz edəcəyik. Sonda isə bütün bu bilikləri müştəriyə necə çatdırmaq olar, bununla bağlı peşəkar satış məsləhətləri ilə təlimimizi yekunlaşdıracağıq. Hazırsınızsa başlayaq. Elə isə gəlin işin təməlindən başlayaq. Necə deyərlər, hər bir möhkəm binanın güclü bir bünövrəsi olmalıdır. Bizim də bu məhsulu peşəkar səviyyədə təqdim etməyimiz üçün bünövrəmiz əsas anlayışları mükəmməl bilməyimizdir. Və bu anlayışların birincisi, ən vacibi isə üçüncü şəxs anlayışıdır. Deməli, Ateşgahın sığorta qaydalarına görə üçüncü şəxs kimdir? Tərifi çox sadə və aydındır. Üçüncü şəxs bizim sığortalımız və onun işçiləri istisna olmaqla qalan hər kəsdir. Yəni bu fiziki şəxs də ola bilər, başqa bir şirkət, yəni hüquqi şəxsdə. Əsas məsələ odur ki, bu sığorta müştərimizin özünə və ya işçisinə yox, məhz onun fəaliyyəti nəticəsində kənardakı birinə vurduğu zərəri qarşılayır. Bax, bu slayda xüsusi diqqət yetirmənizi istəyirəm. Bu bəlkə də ən vacib məqamdır. Sol tərəfə baxaq, kimlər üçüncü şəxsdir? Müştərilər, ofisə gələn ziyarətçilər, qonşu binadakı ofis, hətta küçədən keçən təsadüfi bir insan. Bunların hamısı üçüncü şəxsdir. İndi isə sağ tərəfə baxaq, kimlər üçüncü şəxs deyil. Və burada ən kritik nöqtə birinci punktdadır. Sığortalının öz işçiləri. Onlar heç bir halda bu polislə üçüncü şəxs sayılmır. İşçinin iş başında aldığı xəsarət tamamilə fərqli bir sığorta növünün, yəni işə götürənin məsuliyyət sığortasının mövzusudur. Bu fərqi müştərilərə izah edərkən çox dəqiq olmalıyıq. Yaxşı, bəs sığorta hadisəsi nə vaxt baş vermiş sayılır? Burada 3 qızıl şərtimiz var. Bu üçü də eyni anda ödənməlidir. Birincisi, hadisə qəfil və gözlənilməz olmalıdır. Yəni planlaşdırılmış bir şey olmamalıdır. İkincisi, bu hadisənin nəticəsində mütləq bir üçüncü şəxsin ya sağlamlığına, ya da əmlakına zərər dəyməlidir. Və üçüncüsü, ən əsası, bu zərərə görə bizim sığortalımızın qanun qarşısında hüquqi məsuliyyəti yaranmalıdır. Bu üç hal bir araya gəldisə, deməli sığorta hadisəsi baş verib və bizim işimiz başlayır. Oldu, indi gəldik yəqin ki, müştərilərimizin də ən çox maraqlandığı hissəyə. Yaxşı, mən bu polisi alıram, bəs Ateşgah mənim üçün hansı maliyyə qalxanını təmin edir? Gəlin indi təminatımızın detallarına baxaq. Təminatımız deyə bilərik ki, 3 əsas sütun üzərində qurulub. Birinci sütun, üçüncü şəxsin sağlamlığına dəyən zərər. Bura nə daxildir? Təbii ki, bütün tibbi xərclər, müalicə, hətta o şəxs xəsarət aldığı üçün işləyə bilmirsə, itirdiyi əmək haqqını belə qarşılayırıq. İkinci sütun, üçüncü şəxsin əmlakına dəyən zərər. Məsələn, bir maşın əzilibsə onun təmiri, bir vitrin sınıbsa onun dəyişdirilməsi və üçüncü sütun. Bax, bu çox kritik bir məqamdır. Hüquqi müdafiə xərcləri. Əgər sığortalımıza qarşı məhkəmə iddiası qaldırılarsa, biz onun vəkil xərclərini, məhkəmə rüsumlarını da qarşılayırıq. Bu, bəzən zərərin özü qədər böyük bir məbləğ ola bilir. Yaxşı, indi keçirik peşəkarlığın əsl göstəricisi olan bir mövzuya. Təminata nələrin daxil olduğunu bilmək əlbəttə vacibdir, amma nələrin daxil olmadığını bilmək bəlkə də daha vacibdir. Bu bizim həm öz işimizdə düzgün qurmağımıza, həm də müştəridə yanlış gözləntilər yaratmamağımıza kömək edir. Gəlin bu siyahıya bir nəzər salaq. İşçilərə dəyən zərər. Artıq bunu bildik, bu başqa polisin mövzusudur. Qəsdən törədilmiş hərəkətlər. Aydındır ki, sığorta pis niyyəti mükafatlandırmır. Cərimələr və sanksiyalar. Məsələn, dövlət sığortalıya hər hansı bir qayda pozuntusuna görə cərimə yazırsa, bu sığortalıq deyil. Müqavilə öhdəlikləri. Yəni, əgər sığortalımız kiməsə söz veribsə ki, işi 5 günə təhvil verəcək, amma çatdıra bilmirsə, bu biznes riskidir. Sığorta hadisəsi deyil. Və əlbəttə, avtomobil məsuliyyəti. Bunun üçün onsuz da icbari və kasko sığortaları mövcuddur.
Bu istisnaları əvvəlcədən müştəriyə aydın şəkildə izah etmək bizi gələcəkdə yarana biləcək çoxlu anlaşılmazlıqlardan qoruyur. Məncə, nəzəriyyə bu qədər kifayətdir. Elə deyilmi? Gəlin indi bütün bu danışdıqlarımızı real bir кейsin üzərində canlandıraq. Görək, bədbəxt bir hadisə baş verəndə proses addım-addım necə işləyir? Bu çox klassik, tez-tez rast gələn bir nümunədir. Təsəvvür edin, sığortalımız bir tikinti şirkətidir. Birinci addım, fəhlə hündürlükdə işləyərkən təsadüfən əlindən bir aləti salır. İkinci addım, bu alət düz aşağıda park edilmiş bir avtomobilin üzərinə düşür. Diqqət edək, bu avtomobil nə tikinti şirkətinin də, nə də onun işçisinin, qonşu ofisə qonaq gəlmiş bir ziyarətçinin maşınıdır. Yəni, tam olaraq bir üçüncü şəxsin əmlakıdır. Üçüncü addım, maşının sahibi təbii ki, ziyanının ödənilməsini tələb edir və tikinti şirkətinə rəsmi iddia qaldırır. Və dördüncü, həlledici addım, atəşgahın səhnəyə çıxdığı an. Bizim sığortalı dərhal bizə məlumat verir. Biz hadisə yerinə araşdırırıq, sığortalımızın məsuliyyətini təsdiqləyirik və avtomobilin təmir xərcini birbaşa zərər çəkənə öləyirik. Nəticə, sığortalımız cibindən böyük bir məbləğ çıxarmaqdan və bütün bu baş ağrısından xilas olur. Bax, sığorta məhz buna görə var. Artıq biz bu məhsulun nə qədər dəyərli və lazımlı olduğunu çox yaxşı bilirik. Yaxşı, bəs bu dəyəri müştərilərimizə necə ən doğru, ən effektiv şəkildə çatdıra bilərik? Gəlin son bölməmizdə məhz bu barədə danışaq. Düşünürəm ki, hamımız sahədə bu üç tipik müştəri səhvi ilə rastlaşmışıq. Birincisi, yox mən başıma gəlməz düşüncəsi. Risk kiçildilir. İkincisi, üçüncü şəxs anlayışını səhv başa düşürlər. Elə bilirlər işçiləri də bura daxildir. Və üçüncüsü, bəlkə də ən çox rast gəlinəni, əmlak sığortası ilə məsuliyyət sığortasını bir-birinə qarışdırırlar. Bizim peşəkar vəzifəmiz bu səhvləri səbirlə düzəltmək. Bax, bu cədvəl o sonuncu səhvi aradan qaldırmaq üçün əla bir vasitədir. Müştəriyə çox sadə dillə izah etməliyik, hörmətli müştəri. Əmlak sığortası sizin öz əmlakınızı, ofisinizi, ambarınızı yanğından, sudan qoruyur. Zərər olanda pul birbaşa sizin özünüzə ödənilir. Məsuliyyət sığortası isə tamamilə başqa şeydir. Bu, sizin başqasına vurduğunuz zərəri əhatə edir və pul zərər çəkən o üçüncü şəxsə ödənilir. Yəni biri mənim üçün, digəri isə mənim üzümdən başqası üçün. Bu qədər sadə. Və yekun olaraq effektiv satış üçün bir neçə qızıl qayda. Birincisi, heç vaxt müştərini qorxutmayın, sadəcə maarifləndirin. Təsəvvür edin ki, deyərək az əvvəl danışdığımız kimi real nümunələr çəkin. İkincisi, məhsulu ümumi şəkildə yox, konkret olaraq müştərinin biznesinə uyğunlaşdırın. Əgər restoranla danışırsınızsa qida zəhərlənməsi riskindən danışın, əgər mağaza ilə danışırsınızsa sürüşüb yıxılan müştəri riskindən. Və ən əsası, bu sığortanı müştəriyə bir xərc kimi yox, öz biznesinin gələcəyinə, onun davamlılığına qoyduğu ağıllı bir sərmayə kimi təqdim edin. Beləliklə, yekun olaraq nə deyə bilərik? Bugün bir daha əmin olduq ki, üçüncü şəxslər qarşısında məsuliyyət sığortası sadəcə bir sığorta polisi, bir kağız parçası deyil. Bu, hər bir biznesin sabahına zəmanət verən, onu gözlənilməz hadisələr qarşısında qoruyan maliyyə təhlükəsizliyinin təməl daşıdır. Və sonda, unutmamağımız gərəkən əsas məsələ budur. Bizim məqsədimiz sadəcə polis satmaq deyil. Bizim əsl missiyamız müştərilərimiz üçün etibarlı bir maliyyə qalxanı olmaq, onların ən çətin anlarında yanlarında olduğumuzu hiss etdirməkdir. Bu məhsulu təqdim edərkən hər zaman bu missiyanı xatırlayın. Diqqətinizə görə çox sağ olun.